Bismillah. Hansı bürcün bəxti nə vaxt açılır? Bu sualın cavabı dövrə görə dəyişir, amma yaxın zaman üçün ümumi astroloji axın belə deyir. Qoç, fevralın ortasında yeni başlanğıclar, risk etsən udacaqsan, bəxt qapını döyür. Buğa, fevralın sonu, martın əvvəli, pul və iş mövzularında açılma, səbir bəhrə verir. Əkizlər, mart ayı boyunca xəbərlər, təkliflər, sürpriz görüşlər, şans hərəkətdədir. Xərçəng, martın ikinci yarısı, emosional rahatlama, ailə və evlə bağlı xeyirli dəyişikliklər. Şir, indi başlayıb marta dək, uğur səni görür, liderlik və pul şansı artır. Qız, martın əvvəli, çətinliklər arxada qalır, işlər yoluna düşür. Tərəzi, fevralın son günləri, münasibətlərdə və ortaq işlərdə bəxt açılır. Əqrəb, mart ayı, gizli fürsətlər üzə çıxır, güclü dönüş nöqtəsi. Ox atan, fevralın ortası, yolun açılır, istədiyin xəbəri alırsan. Oğlaq, martın sonu, uzun zəhmətin qarşılığı gəlir, sabit uğur. Dolsa, fevralın ikinci yarısı, gözlənilməz şanslar, sürətli dəyişikliklər. Balıqlar, ad günləri dövrü, fevral, mart, ən güclü bəxt mərhələləri başlayır.